Salam, xoş gördük yenə Jurnalist Layıqlıqda. Deməli, maraqlı bir məlumat var. Söhbət hərbi institutlarla bağlıdır. Hərbi institutlara sənəd verən tələbələrə 500 manat maliyyə yardımı göstərilir. Eyni zamanda institutda qəbul olub oxuyanlara isə hər ay 200 manat təqaüd, onların ailələrinə də 200 manat ödəniş olunur. Eyni zamanda həmin o hərbi instituta daxil olan uşaqların bank hesablarına da hər ay 200 manat pul vəsaiti köçürülür. Bu haqda məlumatı Milli Müdafiə İnstitutunun sözçüsü Yahya Babanlı bildirib, məlumat verib. Eyni zamanda Yahya Babanlı həmçinin qeyd edib ki, kolleclərə, yəni hərbi kolleclərə, eyni zamanda Naxçıvanski və digər hərbi kolleclərə də sənəd verən uşaqlara 300 manat məbləğində maliyyə yardımı göstərilir. Onlar da hər ay 100 manat təqaüd alır, ailələrinə 200 manat ödənilir. Onların bank hesablarına isə 150 manat vəsait köçürülür. Yəni çox maraqlı, təşviq edici bir addımdır. Hesab edirəm ki, hərbi sahəyə marağı olan şəxslər bu məsələdə yararlanmalı və bu verilən bu təklifləri dəyərləndirməlidir. Təşəkkür edirəm. Kanala abunə olmağı yaddan çıxartmayaq.